adamı tam dəyişə bilir. İnsanın hər saniyəsi ibadətdə belə bir gün ələ düşər bizim üçün. Hər saniyen səndən asıl deyil, orucsan. Orucu tutmuşsansa artıq hər saniyen ibadətdədir. Hər saniyen ibadətdədirsə Allahdan feyz axır dayanmadan sənin ruhuna. Sən o qapını açmışsan Allahla qəlbin arasında, hər an feyz axır, rəhmət axır. Sənin ömrüvə qədər bəs eləyə bilər. Ona görə deyir, ənfasukum fihi təsbih, nəfəsləriniz ibadətdir. Çünki təsbihdir, hər an axı siz ibadət halındasınız. Navmukum fihi ibadə, yatırsan, yorulmuşsan. Gün ortadır. Yatırsan, dirib yoxdur. Sən yat, mən sənə dayanmadan mələklər sənin üçün yazır. Bu primitiv bir şey kimi buna yanaşmır. Yəni, hər an ki mənə yaxınlaşmaqdasan, oruç halındasan, yəni hər an sənə məndən feyz axır sənin ruhuna. Sən feyzə qərq olunmusan. Ona görə yaxşı iş bərəkətlidir. Çünki bu ayda elə ancaq imtinaya nələr verir Allah. Birdən də durub yaxşı iş görəndə deyir, hələ bu oruc olmağı bəstür, durub mənə hələ namaz da qılır. Hələ mənim üçün Quran oxuyur. Allah bax belə Allahdır. Gün bilsən biz nəsə böyük bir iş görürük. Allahı kaş tanıya bilərdik ki, necə Allahdır, heç nəyə çox şey verir. Ramazan ayı haqqında buyurur ki, Qəd əqbələ iləykum şəhrullah, Peyğəmbər buyurur, bil bərəkəti və rəhməti vəl məğfirə. Bu ay özü ilə bərəkət gətirib, yəni əməllərinizin qiyməti qalxıb. Bir ayə Qurandan oxuyursan, alır səndən nə qiymətinə? Bir Quran qiymətinə. Bunlar hamısı imkandır. Bərəkət, rəhmət və məğfirət.